təəssüflə qeyd etmək lazımdır ki, ölkədə seçki ab-havası ümumiyyətlə mövcud deyil. Azərbaycan hakimiyyəti ona nail olub ki, Azərbaycan cəmiyyəti seçkilər nəticəsində hansısa dəyişikliklərin olacağına inanmır. Eyni zamanda seçki kampaniyasının müddətinin azaldılması, televiziya kanallarında bu mövzuda danışılmaması faktiki olaraq bu dövrü də cari bir dövrə çevirib. Müsavat Partiyası bu seçki kampaniyasında Azərbaycan cəmiyyətinin müqavimət gücünü qoruyub saxlamaq, imkan olsa bu müqavimət gücünü daha da genişləndirmək, eyni zamanda Azərbaycanda hakimiyyət dairələrinin yol verdiyi qanun pozuntuları və saxtakarlıqlara həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etmək məqsədi ilə iştirak edir. Müsavat Partiyasının strukturları Respublikanın bütün ərazisində fədakarlıq göstərən seçki kampaniyasını davam etdirirlər. Ancaq biz əvvəlcədən bu seçki kampaniyasına qoşularkən bəyan etmişdik ki, seçki kampaniyasının gedişi dövründə bir neçə dəfə seçkilərdə iştiraki davam etdirib-etdirməmək məsələsini müzakirə edəcəyik. Birinci mərhələ qeydiyyat prosesinin başa çatmasından sonra olacaq. Oktyabr ayının 10-da Müsavat Partiyası divanının növbədən kənar toplantısı keçiriləcək və biz qeydiyyatın nəticələrinə uyğun olaraq və təbliğat kampaniyasında müxalifət üçün yaradılmış, ümumiyyətlə siyasi qüvvələr üçün yaradılmış şəraitdən asılı olaraq seçkilərdə iştirakımızı davam etdirib-etdirməmək məsələsini müzakirə edəcəyik. Müsavat Partiyası neçə dairədən namizəd irəli sürübdür? Neçə namizədin qeydə alınıbdır? Neçə namizədin qeydə alınmasının imtina edilibdir? Müsavat Partiyası 70-ədək seçki dairəsindən namizədlər irəli sürülüb. Bir neçə seçki dairəsində Müsavat Partiyası nümayəndələrinin topladığı imza vərəqələri onların əlindən alınaraq oğurlanıb, cırılıb və biz 60-dan çox seçki dairəsindən imzaları toplayaraq dairə seçki komissiyalarına müvafiq sənədlərlə birlikdə təqdim etmişik. Bugünə kimi 12 seçki dairəsindən namizədlər qeydə alınıb. Daha 12 seçki dairəsindən namizədlərin qeydə alınmaması barədə bizə dairə seçki komissiyaları tərəfindən məlumatlar verilib. 40-dan artıq seçki dairəsindən cavabları gözləyirik. Əgər ötən seçkilərlə müqayisədə Müsavat Partiyasının taktikasında hansı dəyişikliklər var? Ötən seçkilər bir qədər başqa şəraitdə həyata keçirilirdi. Hal-hazırda Müsavat Partiyası bir siyasi partiya olaraq demək olar ki, tək başına bu seçki kampaniyasında iştirak edir. Ona görə Müsavat Partiyasına olan təzyiqlər bu seçkilərdə, əvvəlki seçkilərdə olduğundan daha çoxdur. Biz bu seçkilərdə hansısa bir nəticələrin olacağına, yəni Müsavat Partiyasının rəhbərliyinin, Müsavat Partiyasının nümayəndələrinin parlamentdə təmsil olunacağına və ya parlamentdə Müsavat Partiyasının fraksiya yaratmaq imkanları olacağı kimi illüziyalara malik deyilik. Ancaq biz bu seçki kampaniyasından bir daha qeyd edirəm ki, Azərbaycan cəmiyyətinin müqavimət gücünü qoruyub saxlamaq, Azərbaycan cəmiyyətini fəallaşdırmaq və gələcək daha uğurlu siyasi şərait olduğu dövrlərdə bu prosesdə iştirak edən mövcud qüvvələrin təcrübəsindən və fədakarlığından istifadə etmək niyyətindəyik. Ümumiyyətlə, müxalifət bir ideyanın ətrafında, siyasi məhbuslar ideyası ətrafında birləşə bilərmi? Çünki həmişə Müsavat Partiyasının qərargahında liderlərin, namizədlərin portretləri asılırdı. İndi sizin arxanızda siyasi məhbusların portretləri var. Siyasi məhbuslar Azərbaycan siyasətində prioritet mövzulardan biridir. Diqqət yetirirsinizsə, istər Azərbaycanın siyasi qüvvələri, ictimai təşkilatları, mətbuat orqanları, yəni söhbət müxalifət qurumlarından və müstəqil qurumlardan gedir. Prioritet mövzu kimi ilk növbədə siyasi məhbuslar mövzusunu önə çəkir. Eyni zamanda Azərbaycanla bağlı istər beynəlxalq qurumların, beynəlxalq təşkilatların, dünya birliyi dövlətlərinin də prioritet açıqlamaları məhz siyasi məhbuslar məsələsi ilə bağlıdır. Yəni, hal-hazırda Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələr yalnız siyasi məhbuslar mövzusu ilə məşğul deyil, ancaq siyasi məhbuslar mövzusu prioritet mövzudur.